Əzizləyicilər, hər vaxtınız xeyir, hər kəs salamlayıram. Deməli, bugünkü qonaqlarımızlardan biri BMW X5 F15 modeldir. Bu avtomobillərdə deməli, 2 plug-in hibrid mühərrikə sahibdir. Mühərrik olaraq N20 ilə təchiz olunub bu avtomobillər. Sadəcə olaraq bu avtomobillərdə bir çox xroniki problemlər olur. Ən böyük xroniki problem sürətlər qutusu ilə bağlıdır ki, korobkada vurmalar olur, atmalar olur. 1-dən 2-yə, 2-dən 3-ə keçən zaman, dövrlər eləyən zaman vurmalar olur. Hal-hazırda bu avtomobildə əsas problem maşının silkələnməyidir. Deməli, yaxınlaşarma, bu avtomobilin sveçası orijinal sveçadır, amma həm dibindən qaz buraxıb, dəyişilməyib, həm də ki, farzoqa yanacağı çox verir. Avtomobil sahibinə də təqdim elədik, düzdür, qoydu, getdi, bütün görüləsi işlər, prosedurları, hamısının videosunu atırıq avtomobil sahibinə, ondan sonra iş görürük. Farzoqaları da sökmüşük. Baxın, farzoqaların buraları yağdır. Yağı görürsünüz. Bu, üst qışqa prokladkasında problem var deməkdir. Əlavə olaraq, iynələri görürsünüz, bərbad vəziyyətdədir, baxın. Ağızları tutulub. Farzoqalar hamısı sistemdə girəcək, 4-ü də yuyulacaq. Babillər yaxşıdır, gördüyünüz kimi. Əla vəziyyətdə də orijinaldır hamısı. 4 ədəd alışmış hamılar, sveçalar yenisi ilə əvəz olunacaq. Farzoqalar, yüksək təcili farzoqalar hamısı 4-ü də sökülərək yuyulacaq, stend olunacaq, adaptasiya olunacaq. Daha sonra isə üst qışqa prokladkasını dəyişəcəyik. Üst qışqa prokladkasının yağ verir. Onu da təbii ki, problemin aradan qaldırıb müştəri təhvil verəcəyik və bütün bu görülən işlərin hamısı təbii ki, %100 zəmanətlədir ki, avtomobil sahibi də tam arxayın bizim yanımızda avtomobilini düzəltdirir. Kimin ki, avtomobilində ümumiyyətlə çəkin problemi var, ümumiyyətlə check-up yoxlanış istəyir, avtomobildə olan problemi bilmək istəyir və problemi yerində həll etmək istəyirsə, bizim servis seçib yaxınlaşa bilər. Daha ətraflı məlumat üçün profildə nömrəmiz qeyd olunub. Təşəkkürlər, izləmədə qalın.